Yəni vəsiyyət biz edirlər. həqiqətən özümüz qərar veririk, yoxsa bizim əvəzimizə verirlər bu qərarları? Əgər insan özünü dərk eləməyibsə, o özü qərar vermir. Məsələn, evlənir, ondan sonra 3-4 ildən sonra fikirləşir ki, yox, mən bu ilə yaşamaq istəmirəm. Halbuki tökdüyü dilləri kimsə götürsə, yazsa ki, sən nə qədər dillər tökmüsən, nələr demisən falan ki, ömrüm sənindir, həyatım sənindir. Ümumiyyətlə, insanlar şizofrenik bir durumdadılar. Söz verirlər, tuta bilmirlər. Çünki dürüst deyil. Daxili aləmi dağım-dağımdır. Ona görə də belə bir vəziyyətdədir. Ona görə şərq fəlsəfəsi həmişə insanın inşasından başlayır məsələyə ki, insanı içəridən qurmaq lazımdır. İnsanın içi dağılıbsa, məsələn, İsa Peyğəmbər şərab və tuluq şeylərini, misalını gətirirdi ki, əgər bu tuluq köhnəlibsə, cırıqdırsa, onun içinə təzə şərabı tökməyin anlamı yoxdur. Ona görə həqiqəti şagirdə verməzdən əvvəl onun daxili aləmini inşa edirdilər. Və insan çox bərbad bir gündədir, normal insan. O görə özünü dərk eləsin, özünü Allaha bağlasın ki, bu manipulyasiyaların fövqünə qalxsın, azad olsun həqiqətən, özünü idarə eləsin. Ondan sonra ona həqiqət vermək olar. Yoxsa onun heç bir şeyinə inanmaq mümkün deyil. Yəni, insan özünü belə aldadır.